Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü Lənkəranda böyük ehtiramla qeyd olunub. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Talih Qaraşov, hüquq mühafizə orqanlarının şəxsi heyəti, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsinə ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbir iştirakçıları sonra Lənkəran şəhər Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan sərgi ilə tanış olublar. Ümummilli liderin adını daşıyan muzeyi ziyarət ediblər, Ulu Öndərin büstünün önünə tər güllər qoyublar. Qeyd edək ki, Lənkəranda Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan silsilə tədbirlər təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən idarə və təşkilatlarda keçirilib. Gün ərzində Ulu Öndərin abidəsi və Heydər Əliyev muzeyi sakinlər tərəfindən ziyarət olunub.